Hamıya salamlar. Son günlərdə Tural Sadıqlı və Sevinç Telman qızı arasında deyək çəkişmə, atışma gedir və ilk buna başlayan da Tural Sadıqlı oldu. 2-3 həftə öncə mən Tural Sadıqlının bir videosuna baxdım. Orada Sevinç Telman qızını güya Rauf Arifoğlu ilə tutublar və bunu bildiyi halda əri güya bunu həzm edib. Sevinç Telman qızının əri Zamin Hacını mən 90'lardan tanıyıram. İnsan ən gözəl köşə yazarıdır. Ən iti, ən baməzə bir qələmə sahibdir və o vaxtlar qəzet alanda ilk Zamin Hacının yazılarını oxuyurdum. Və Zamin Hacını bir kənara qoyaq. Tural Sadıqlı görmədiyi, bilmədiyi bir şeyi kiminsə sözü ilə, yəni şər böhtan atdı demək olar ki. Özü də Azərbaycanda olan bir qadına, özü isə daha müstəqil və xaricdə oturubdu və xaricdə oturduğu halda öz həyatını belə doğru düzgün nizama sala bilməyib. Üstəlik də Tural Sadıqlı Sevinç Telman qızının kanalından çıxmağı tövsiyə edir. Sən kimsən ki Tural Sadıqlı kimisə abunəliyə yazıl, yaxud abunəlikdən çıx deyəsən. Mən şəxsən sənin kanalına abunə idim. Müsavatı isə abunə deyildim. Sən videolarından da istifadə etmişəm zaman zaman və ədalət naminə deməliyəm ki, söyüşdən istifadə etmirsən, yəni səviyyəsiz deyilsən digərləri kimi. Amma Sevinç Telman qızına da arada qulaq asırdım, amma dediyim kimi onun kanalına abunə deyildim. Və sən götürdün bu iqtidarı tənqid edirsən və özünü müstəqil, müxalif jurnalist sayırsansa, elə iqtidar mənsublarından betər bir üsuldan istifadə etdin. Sənin insanları intim videolarla şantaj edən bu iqtidar mənsublarından fərqin nə oldu ki? Güya Sevinç Telman qızı sənin haqqında nələrsə deyib dedin. Mən getdim, axtardım, tapmadım və sənin abunəliyindən elə onda çıxdım, yəni heç Sevinç Telman qızına baxmadan. Çünki ora abunəlik deyildim. Getdim, baxdım, orada heç nə yoxdur. Və sonra Sevinç Telman qızını məcbur elədin cavab verməyə. Çünki cavab verməsə, susqunluğu insanlar razılıq kimi qiymətləndirirlər. Özə bu qadın ölkədə yaşayır, bu qadının uşaqları var, əri var və sənin səs yazını yaydı. Sənin səs yazından belə bildim ki, arvadın səni, yəni evləndiyin qadın səni aldadıb və üstəlik 900 avronda səndən götürüb. Bu hər kəsin başına gələ bilər. Çünki bu ölkədə kocaman bir yalanın içində yaşayır, saxtakarlığın içində yaşayır. Bu hər kəsin başına gələ bilər və qadınları da buna məcbur edən elə siz, kişilərsiz və tabular, qadağalardır və insanlara nə qədər tabu, qadağalar qoyacaqsınızsa, o qədər insanlar ondan yan keçməyi öyrənəcəklər. Necə ki, qadınlar tikdirməyi öyrənəcəklər, yaxud da anal seksə gedəcəklər evlənənə qədər və çoxları da evlənənə kimi o güya bakirəliyi qoruyurlar ki, evlənəndən sonra istədiklərini edirlər. Və bir sual verim ki, nəyə görə cəmiyyətdə bakirə qızlarla evlənən kişilər daha çox gəzirlər, daha çox yanıqdılar və onlardan soruşanda ki, arvadım var, nəyə görə ona bunun dalınca it kimi gəzirsən, deyirlər ki, bizim qadınlarımız bizi yataqda təmin etmir. Və sonra da nə olur? Bu bakirə qız alıb yola gedə bilməyən kişilər, boşanandan sonra dul kişilər yenidən bakirə qız axtarırlar. Onların anaları öz boşanmış oğullarına yenə bakirə qız axtarırlar. Boşanmış qadınlar isə dul qadınlar. Rahat seks obyektinə çevrilirlər. Əziz qadınlar, bunda da sizin payınız çoxdur. Siz kişilərin dediklərinə gedirsiniz, tırkaya gedirsiniz. Halbuki siz indiki dövrdə az çox azadlıq əldə edən qadınlar bunların özlərini inkişaf etdirmək üçün, səviyyənizi artırmaq üçün istifadə eləməlisiniz. Elə kişiləri də siz tərbiyə eləməlisiniz. Çünki bir cəmiyyətin səviyyəsi onda artır ki, orada qadınlar öz səviyyələrini artırırlar. Tural Sadıqlı, Avropada oturubsan, Musabir demiş, xaricilər göydə balonlarla gəzir, biz isə hələ də qadının iki qıçı arasından çıxa bilməmişik. Tamam, qadın səni aldatmışdı, boşana bilərdin. Tamam, anladıq ki, sən müstəqil müxalifət jurnalistsən,
qadının da psixoloji sorunları var, yəni danışığından görünür və qadın hay-haray sala bilərdi, səni qaralaya bilərdi. Amma insan qorxduğu şeyin üzərinə getməlidir. Getmirsən, sonra o xalçanın altına yığdığın, o çuvala yığdığın elə saçılır ki ortaya, doğru sənin tərəfində olduğu halda sən yanlış mövqeyə düşürsən. Mustafa Kemal Atatürk'dən misal gətirim. Adam 2-3 il evli olub, arvadı onu hər kəsin yanında biabır eləyirmiş. Kişi neynədi? Mustafa Kemal Atatürk köməkçisini çağırdı və dedi ki, radio ilə xəbər verin ki, bəs mən boşanıram. Və üstəlik də sən digər qadının əxlaqına, namusuna dil uzadırsan və ilk sən başladın. O qadın da məcbur oldu cavab verməyə və indi bu iyrənc atışma davam edir və özünü yandırdın və yanmaqda davam edirsən Tural Sadıqlı. Bir də ki, çox maraqlıdır. Sən bakirsənmi ki, bakirə qız axtarıbsan? Və bakirə olmayan kişilərin bakir qızlar axtarıb, sonra nələr etdiklərini gördüm. Və indi kişilərin çoxu, yəni qadınlardan çox hekayələr eşitmişəm, kişilərdən eşitmişəm. Bizə hansı yolla intim münasibət qurmaq istəyirlər? Anal yolla. Çox qadın qızlar da evlənməmişdən o yola əl atırlar. Və çox kişilər də deməsin ki, ay biz beləyik, ay bizim arvadımız belə, qadın. Tamam, elə kişilər var ki, heç onu bilmirsiniz, bilinmir də. Və üstəlik də, tamam, bakirə aldınız, nəyə görə ölkədə bu qədər əxlaqsızlıq var? Normal qadın və kişilər, inanın ki, yola çıxmaqdan belə qorxurlar. Bir insandan göz-gözə gəlməkdən qorxurlar. Xaricdə bir insan sənlə göz-gözə gələndə təsadüfən gözünü qaçırır. Bizdə yox. Özdə indi qadınlar, belə deyək də, yaxşı mənada həyasızlaşıblar. Öz hüquqlarını anlayıblar və kişilərə artıq elə ki, cavab verə bilirlər. Daha o, Sovet dövrü deyil. Avtobusda zadda qısnıyırdı qadını, ora-burasına sürtürdü və kişi qadınlar, hətta mən özüm qız ola, təsəvvür ki, utanırdım söz deməyə ki, deyəcəklər, taksir səndədir. Yəni, indi də boşanan qadın da hər şeydə yenə qadınlar da günah görürlər. Amma qadınlar da artıq öz başlarından bu lazımsız adamları atıblar. Ona görə indi kişilər isterikadadır və qadına da yaxınlaşa bilmirlər. Siz nə artıbdır cəmiyyətdə? Kişilər kişilərə təklif edir. Bəli. Özü də bu travma ki, bu evlənməmişdən əvvəl seks yaşamaq olmaz travması, kişiləri elə bir travmatik seksi zəifliklərə aparıblar ki, çox yəni xəstəsiniz və kişilər kişilərə təklif edir. Özdə insana baxıb deyə bilməzsiniz. Elə kişi var ki, bankda işləyir, deyirsiniz ki, kənardan qalstuklu, kostyumlu və heç o şeyi eləyə bilməz. Amma arka sokaklarda kişilərə təklif edir. O qədər kişi var ki, hələ Bakının kənarı qoyaq rayonda. Və o, əxlaq keşikçiləri olan qadınlar var. Ərə getməmişdən əvvəl nə gəldi edən, tikdirən, indi edə bilməyənlər, girib cəmaata əxlaq dərsi keçənlər, bax o arvadlardır. Hətta mənim tatularıma söz deyib lağ eləyənlər. Və eyni zamanda o cür qadınlara ürcaq olanlar da, bax o əxlaq keşikçiləri olan kişilərdir. Yaxşı olur sizlərə. Amma mən qadınlara tövsiyə edərdim ki, əldə etdiklərinizdən belə istifadə etməyin, özünüzü inkişaf etdirin. Çünki siz də o kişilər kimi bədbəxt olacaqsınız. Yəni, indi estafeti siz götürürsünüz. Tural Sadıqlıya da deyərdim ki, doğru düzgün açıqlama versin, etiraf etsin, qadına fiziki şiddət işlədibsə, onu da desin. İnanın ki, etiraf etmək ən böyük güc əlamətidir. Və kişilər də yadınızda saxlayın, kimlə gəldi gəzirsiniz, ən böyük xəstəlikləri yayan sizlərsiniz. Çünki bir qadının vajinasının faunası o bir qadının vajinasının faunasından fərqlənir. Siz bir vajinayı dürtürsünüz, amma ən pisi də anal yolla cinsi əlaqəyə girirsiniz, kimlə gəldi və o anal yol ən təhlükəli yoldur və xəstəlikləri yayan da siz kişilərsiniz. Sonra da dad aman edən də.
Gör, dünya nələrlə əlləşir, bizim kişilər isə qadının iki paçası arasından çıxmırlar. Əxlaq keşikçiləri də ən əxlaqsız kişilər və qadınlardır. Onlara əl çalan da bu əxlaq keşikçiləri olan əxlaqsız qadınlar və kişilər bilirsiniz nə deyir? Deyir, nə edirsinizsə edin, gizlində edin. Amma anlamırlar ki, özgəsinə quyu qazan, özü düşür.